Tanınmış Rusiyalı politoloq, Qafqaz məsələləri üzrə ekspert Sergey Markedonov Azərbaycanın sabiq prezident administrasiyası rəhbəri Ramiz Mehdiyevin həbsi ilə bağlı diqqət çəkən təhlil yayıb. Ekspertin fikrincə bu hadisə təkcə keçmiş boz kardinalla bağlı xəbər deyil, ölkənin siyasi elitasında gedən dərin transformasiyanın göstəricisidir. Markedonov yazır ki, Prezident İlham Əliyevin qurduğu yeni idarələmə modelində köhnə qvardiyanın rol və təsir imkanları artıq tükənib. Mehdiyev 24 illik fəaliyyətdən sonra 2019-cu ildə vəzifədən uzaqlaşdırılsa da, onun siyasi təsiri uzun müddət davam elədi. Lakin post-Qarabağ dövründə bu xətt artıq yükə çevrildi. Yeni reallıqlarda Azərbaycanı idarə eləmək üçün fərqli düşüncə, çevik komanda və müasir yanaşma tələb olunur. Ekspert vurğulayır ki, Ramiz Mehdiyevin ətrafında gedən istintaq və diskussiyalar əslində Azərbaycanın yeni siyasi fazaya keçidinin təzahürüdür. Söhbət təkcə bir şəxsdən yox, bütöv sistemin yenilənməsindən gedir. Köhnə təsir mərkəzləri tədricən arxa plana keçir, 1990-cı illərin regional monopoliyaları isə gücünü itirir. Markedonov İlham Əliyevin bu prosesdə liderlik rolunu xüsusi qeyd edir. Əliyev daxili siyasətdə raket kimidir. Onu orbitə çıxaran köhnə pillələri bir-bir geridə qoyur. Yeni mərhələdə bu raket artıq öz orbitindədir və köhnə dayaqlara ehtiyac duymur.